Salam Rofum sevərlər və futbol həvəskarları. İndi isə mübariz Ufa və Rofum komandasının yoldaşlıq oyunu izləyirsiniz və top out'a çıxır. Out Rofum. Abbasdan zərbə müdafiəçilərin Küşdən zərbə. Tamerlan'a ötürür. Tamerlan'ın zərbəsi ama buradan kənara çıxır. Qapıdan zərbə ilə oyuna başladılar. Xeyr, outla başlayırlar. Və bir-birlərinə ötürmələrdə sərt olur və Həsən pres edə biləcəkmi? Abbas pres etmək istəyir. Məhəmmədin zərbəsi ama qapçı yerində. Nəzərdə çatdırım ki oyunun ikinci dəqiqəsidir. Və hesab 0-0. Out Rofum komandasının. Out'u Riyad başlayır. Tamerlan'a. Tamerlan başından üstündən atmaq istəyir ama müdafiəçilər ona imkan vermir və Baris komandası hücuma hazırlaşır. Həsən onlara imkan vermək istəmir və out kazandırırlar. Rofum komandası. Abbasdan Məhəmməd. Məhəmməddən mənə ötürmə ama mən oyunda deyiləm. Və out Baris komandası. Baris komandası out'a başlayır. Abbas. Tamerlan. Müdafiəçini keçə bilmir. Hücum qururlar. Baris komandası çox gözəl hücum qururlar. Amma Riyad oradadır və ötürürlər. Tamerlan'ın zərbəsi. Və qapıdan zərbə ilə başlayırlar. Qapıdan ötürmə edir və Baris komandası yeni hücum qurur. Abbas. Baris komandası yenidən hücuma qururlar ama Abbas onların hücumunun qarşısını alır. Həsən ötürür. Həsəndən ötürmə ama anlaşmamazlıq baş verir. Tamerlan niye başlamak istəyirdi? Baris komandası alta başlayır və Həsən onu pres etmək istəyir. Abbası da keçir ama Məhəmməddən Tamerlan istiqamətlə. Tamerlan iki nəfərin arasında qalır. Tamerlan özü keçməyə çalışır ama out kazandırır komandasına. Və Məhəmməd out'a başlayır. Abbasın zərbəsi. Riyad topa çata bilmir. Və çaşqınlıqdan out'a çıxır top. Out Rofum. Tamerlan. İsə out'u Həsən başlayır. Həsəndən ötürmə Tamerlan istiqamətinə ama gəlişinə ama top qapıdan yan keçir. Və Baris komandası hücuma başlayır. Oyuna atırlar ama Rəsul qapıdadır. Riyad. Tamerlan keçmək istəyir ama alınmır və indi isə Həsən topu saxlayır. Səndən ötürmə ama müdafiəçilər ona imkan vermir. Out kazandırırlar Rofum komandası. Məhəmməddən ötürmə Riyada ama Abbas, Riyad, Tamerlan. Deyəsən yuxuludur Tamerlan.
Out Mübariz komandası. Mübariz komandası uzun ötürmə. Riyad onların qarşısını alır. Tamerlan. Həsən irəliləyir ama Həsənin qarşı cərimə təyin olunur. Cərimə zərbəsi. Və cərimə zərbəsi təyin olunur. Həsən özü vuracaq, yoxsa Məhəmməd? 3 nəfər topun ətrafındadırlar. Həsənin ötürməsi Abbas. Tamerlan və 90'lı. Və çox gözəl plan qururlar, çox gözəl ötürmə. Çaşqınlıq içində qalan Mübariz komandası. Və hesab 1-0. Nəzərinizə çatdırım ki, oyunun 6-cı dəqiqəsidir. Və Mübariz komandası hesab bərabərləşdirmək istəyir, amma Həsənin zərbəsi qapıdan yan keçir. Riyaddan Tamerlan. Tamerlanın uzun ötürməsi. Və Abbas. Abbasdan uzun ötürmə, amma müdafiəçilər qapçıya. Və Tamerlan. 3 nəfərin arasından Riyadı ötürür, yenidən qaytarır. Tamerlana və. Müdafiəçilər çox gözəl oynayır. Abbas topu götürür. Abbas birini keçir. İçəriyə doğru ötürmə, amma müdafiəçilər çox gözəl oynayırlar. Və Məhəmməddən Abbasdan uzun ötürmə. Müdafiəçilərə dəyər qaydır, amma Məhəmməddədir top. Məhəmməd Abbası görür. Abbas arxasında 2 nəfər. Və yenidən Məhəmməd, amma out'a çıxır. Və Mübariz komandası out'u başlayır. Və hücuma keçmək istəyirlər, amma Məhəmməd onlara imkan vermir. Tamerlan alacaqmı? Alır və Həsənlə birgə, amma Həsən topu alır. Həsən və Tamerlan ikisi irəliləyirlər. Abbas da onlara köməyə gəlir. Tamerlan zərbəsi qapçı yerindədir. Riyad birinci topu qəbul edir və top out'a çıxır. Out Mübariz komandası. Mübariz komandası out'a başlayacaq. Və qapçı Məhəmməd sinəsi ilə topu saxlayır və qapçı əli ilə topu ram edir. Tamerlan ötürürlər, Riyaddan ötürmə, amma nədir? Out'a çıxır top. Out Rofum komandası. Abbasdan Həsənə. Həsən irəliləyir. Həsən ötürməsi zəif alınsa da rikoşetlərlə Riyada doğru gedir, amma qayıdan top Tamerlana. Tamerlan irəliləmək istəyir, amma müdafiəçilər azacıq köpüd oynayırlar və Həsən özünü ötürmə edir, amma top ona çatmır. Və Abbasdan Riyad istiqamətinə, Riyadın yenə ayağına dəymir top. Abbasdan Həsənə. Həsən irəliləyir və Abbas yenidən müdafiə olunur. Riyad ala biləcəkmi, ala bilmir. Tamerlana gəlir top. Tamerlandan ötürmə Həsən istiqamətinə. Həsən qarşısını müdafiəçilər kəsir. Və Tamerlan. Məhəmməd. Abbas'a ötürürlər. Abbas zərbəyə hazırlanır. Zərbəsi qapçı yerindədir.
Və oyuna Bombardier Yusif daxil olur. Renatdan uzun ötürmə. Tuncay istiqamətinə, amma Məhəmməddən Yusif irəliləyir. Tuncay ötürür. Tuncaydan içəri Riyada və Nihatdan Yusif. Yusifdən Məhəmməd. Tuncay özü irəliləyir. Sürət yığır, ötürmə içəriyə doğru, amma qapçı əli ilə ram edir. Riyad topa çatmalıydı. Anlaşılmazlıq oldu. Və ötürmə müdafiəçilərdən yeni cumhurlar Yusif onlara mane olur və Tuncay onun qarşısını almaq istəyir. Məhəmməd isə topa... Rəsul çox gözəl çıxarışla out, Rafın. Məhəmməd out'u başlayacaq. Uzun ötürmə Yusif istiqamətinə, amma müdafiəçinin səy nəticəsində top Mübariz komandasına qalır və Mübariz komandası hücuma hazırlaşır, amma Məhəmməd onların hücumunun qarşısını almağa nail olur və Mübariz komandası yeni bir hücuma hazırlaşırlar. Mübariz komandası sağdan hücuma keçməsinlər, amma Tuncay onlara imkan vermir. Mərkəzə doğru ötürür və Nihat topa çata bilmir. Mübariz komandası yenidən out başlayacaq. Tuncay. Bu nə ötürmədi? Out. Out. Məhəmməd Rəsulla başlayır və Nihatdan Riyad özü irəliləyir. Yusifə doğru, Yusifdən divar pası, amma müdafiəçilər onu qoymur. Ötürmə üçün və Məhəmməddən zərbə, amma out. Rafım komandası Məhəmməddən Yusifə və Yusif ötürməsi Rəsula biraz zəif alınır və bu qola çevrilir. Və hesab 1-1. Yusif oyuna yenidən başlayır və Riyaddan Tuncaya. Tuncay özü irəliləyir. Amma ötürmədir. Rəsul qapıda çox gözəl dayanır. Rəsul. Nihatdan Tuncay'ı görəcəkmi? Nihatdan uzun ötürmə Tuncay'a, amma Tuncay topa çata bilmir. Out. Mübariz komandası oyuna başlayır və Məhəmməd onlar artıqdır. Və gol. 2-1. Və Mübariz komandası mərkəzə dəvət edir. Yenidən Rafım komandasını ötürmə. Nihatdan Tuncay. Tuncay'dan yenidən Nihat ötürmə edəcəkmi? Xeyr, özü irəliləyir. Ötürmə adı bizimki deyil o. Səhv salırlar və out kazandırır Rafım komandası. Yusif'ten Tuncay'ın zərbəsi, amma qapının yeri səhv qoyulmuşdu. Azacıq sağda olsaydı gol olacaqdı. və Yusif oyna deyir, hakim oyna deyir, amma Nihat heç nə fikirləşmədən qapıya doğru şığıyır, amma qapıdan zərbə ilə başlayacaqlar oyuna və Mübariz komandası hücuma hazırlaşır. Riyaddan ötürmə Nihat'a və Nihat'a qarşı Çobudlu və cərmə zərbəsi təyin olunur.
Kim vuracaq? Özü vuracaq. Yəqin ki, Nihatın özü vurmaq istəyir. Ev tapşırığını mı yoxsa zərbə qapıya doğru müdafiəçilərin. Çox gözəl çıxarşı və Tuncayın irəliləməyi. Tuncay uzun ötürmə uğur oyundadır. Və Riyada gəlir top. Riyaddan. Riyaddan Nihat. Nihatdan bir də içəri olacaqmı? Nihat geriyə Tuncay istiqamətinə. Tuncay. Tuncaydan Uğur istiqamətinə. Uğurdan outa çıxır top. Baris komandası outa başlayacaq və Yusif topu ram edir. Yenidən out Baris komandası. Qapçıya ötürmə. Tuncay'a gəlir top. Tuncay iki nəfərin arasından çıxmaq istəyir. Yusif ona kömək edir. Zərbə və qapıdan zərbə ilə oyuna başlayacaqlar. Qapıdan uzun ötürmə. Tuncay topa çata bilməsə də Riyad onu sığortalamaq istəyir. Və bir hücumçu iki nəfərin arasında qalır. Uğur da onlara köməyə gəlir, amma küncdən zərbə qazandırırlar komandalarına. Və birbaşa qapıya, amma Yusif topun alta çıxmağına imkan vermir və Nihat ötürür. Nihatdan uzun keçmələr, içəriyə doğru ötürmə, amma bura çatmır top, müdafiəçilər ona imkan vermir və Yusifdən Tuncay. Tuncaydan azacıq sərt olsaydı və zərbəsi, amma qapıdan zərbə ilə oyuna başlayacaqlar. Yenidən qapıdan zərbə ilə oyuna başlayacaqlar və Tuncaydan Riyad. Riyaddan Uğur və Nihat. Nihata verir topu Uğur. Nihat irəliləyir. Nihat keçir birini. Nihat ikincini keçmək istəyir, amma müdafiəçilər ona imkan vermir. Uğur və Tuncay. Tuncayın zərbəsi. Və ötürmə, amma out başlayacaq. Kim? Tuncay. Tuncay mənimlə başlamaq istəyir out'u. Out Mübariz komandası. Mübariz komandası out'a başlayır. Uğur. Və Tuncay imkan vermək istəmir. Uğur onu sığortalayır. Zərbə qapıdan yan keçir. Rəsul qapıdan zərbə ilə ötürmə edir. Abbasdan Tamerlan. Tamerlan oyundadır. Tamerlan 3 nəfərin arasından çıxa bilir və ötürmə edir Həsənə. Həsən irəliləyir. Həsənin zərbəsi və bərabərlik qolu gəlir və Həsənin sevincini izlədik və topu mərkəzə dəvət edirlər Mübariz komandasının. Mübariz komandasının hücumu və zərbə, amma top qapıda yan keçir. Və Abbas
Abbasdan Tamerlan. Tamerlan uğuru görür. Xeyr öz zərbə endirir qapçı. Qapçı gücdən zərbə. Tamerlandan Abbas istiqamətinə. Abbasın zərbəsi amma qapıdan zərbə ilə oyuna başlayacaqlar. Və qapıdan qapıya. Heç kimə toxunmadan çölə çıxır və qapıdan zərbə ilə başlayırlar. Uğur və out. Rofum komandası Məhəmməd fikirləşir. Tamerlanı görür, sərt olur, ötürmə. Həsəndən qaydan top Tamerlan, amma müdafiəçilər ona imkan vermir. Baris komandası hücuma keçmək istəyir, amma topa çata bilmir. Və yenidən bu nədir? Out. Məhəmmədlə oynayır. Məhəmməddən uzun ötürmə. Kimdir? Uğur. Uğurdan Həsən istiqamətlə amma müdafiəçilər imkan vermir. Top yenidən Tamerlana gəlir. Tamerlandan alırlar müdafiəçilər. Tamerlan ona çata bilmir. Və yenidən nədir? Out. Baris komandası. Baris komandası uzun ötürmə. Abbas başlaram etmək istəyir. Amma qapıda Məhəmməd qapıdan çıxardır. Həsən topu götürür. 3 nəfərin arasından keçir. Uğur baz edir zərbəsi, amma küçdən zərbə qazandırır. Uğurun ötürməsi Tamerlana, amma müdafiəçi azacıq sərt girir. Amma heç nə yoxdur deyir hakim və qapıdan zərbə olacaq. Və Baris komandası uzun ötürməsi hara? Yenidən top qapıdan yan keçir. Nəzərinizə çatdırım ki, oyunun 22-ci dəqiqəsidir və hesabımız 2-2 bərabərlik sürür və Baris komandası hücuma mı keçmək istəyir? Xeyr, gol sayılmır çünki top çıxmışdı. Out başladılar. Abbasdan Tamerlana və Tamerlandan uzun ötürmə. Müdafiəçilər ona imkan vermir. Və Həsəndən ötürmə olacaqmı? Həsəndən uğur Tamerlan istiqamətlə, amma müdafiəçi ona imkan vermir. Məhəmmədə dəyir top. Abbas. Küçdən zərbə. Baris komandası küçdən zərbə ilə oyuna başlayır və Goldumu? Gol. Və 3-2 Baris komandası önə keçir. Çox gözəl. Demək olar ki, bütün futbolçuları qapıda aldadır. Qapıcı qarışıq və 3-cü golunu vurur. Həsən mərkəzdən oyuna başlayır. Abbas sözü irəliləyir. Abbasdan ötürmə Həsən istiqamətlə, amma müdafiəçilər onun qarşısını alır. Və yenidən öz hərəkətə keçir, amma qapıya zərbə azacıq yan keçir və uzun ötürmə Abbasdan Uğura. Uğur Həsəni görürmü? Uğurdan yuxarıya doğru topu göndərir, amma Həsənə çatmır. Qapçıdan bəli, qapçıdan uzun ötürmə, amma top outa çıxır. Və Abbasdan Tamerlandan Uğurun gəlişinə zərbəsi, amma top qapıdan azacıq fərqlə yan keçir. Və qapçının yenidən uzun ötürməsi, amma out. Həsən out. Məhəmməd out başlayacaq.
Və Məhəmməddən Abbasa çaşqınlıqla ötürmə. Çaşdırıcı ötürmə daha doğrusu. Abbasdan uzun ötürmə. Həsən istiqamətindən amma müdafiəçilər onu alır. Həsən çox gözəl köməyə gəlir. Və Həsən. Həsəndən Tuncay. Tuncay irəliləyir, avantaj deyirlər. Tuncay zərbəsi Tamerlana. Tamerlanın zərbəsi müdafiəçilər. İmkan vermir. Rəsul. Qapıdadır. Abbas'a ötürür. Abbas'dan Məhəmməd. Məhəmməd. Ooo. Mübariz komandasının zərbəsi ama qapıdan. Yan keçir. Rəsulun uzun ötürməsi. Kimə? Tamerlan. Tamerlandan Abbas. Abbas'dan yenidən Tamerlan. Tamerlan iki nəfərin arasından Həsən ötürmə. Həsəndən Tuncaya. Tuncay irəliləyir, üç nəfərin arasında qalır. Zərbə ama top qapıdan yan keçir. Məhəmməd bir nəfəri keçir, ötürmə ama ötürmə dəqiq olmasa da müdafiəçilər təhlükənin qarşısını almaq üçün topu oyundan kənarlaşdırırlar və qapıdan zərbəni Rəsul Tamerlanla başlayır. Tamerlandan Həsən istiqamətinə. Həsən zərbə Rəsul. Koxayskinin çox gözəl ram etməsi. Və birbaşa qapıya ötürmə ama out. Və mübariz komandası out'a başlayır. Birbaşa gəlişinə qapıya zərbə ama azacıq fərqlə yan keçir. Nəzərinizə çatdırım oyunun 28-ci dəqiqəsidir. Və Abbas'dan Yusif mi oyuna girib? Yusif oyuna daxil olur. Abbas'dan Məhəmməd. Məhəmməddən ötürmə mi olacaq? Özü irələyir. Həsən topu onlardan alır. Həsənin zərbəsi Yusif'ə gəlir top. Ama yenidən Rofun komandası üçün quracaq. Məhəmməd kimə ötürür? Müdafiəçiyə. Tuncay onun qarşısını almaq istəyir. Mübariz komandası yeni hücum qurur. Tuncay keçir, ötürmə, zərbəm olacaq ama Koxayski var qapıda. Çox gözəl çıxarış. Rəsuldan və. Tuncay. Yusif'e ötürür başla. Qapçıdan uzun zərbə. Təhlükə savuşur və komandası qapıdan zərbə ilə oyuna başlayacaq. Abbas özü irəliləyir. Abbas bir nəfəri keçir. Uzun ötürmə Həsən. Həsən özü mü irəliləyəcək? Zərbəsi və bərabərlik qolu gəlir və bu isə Həsənin sevinci. Çox qısa çəkir qol sevinci ama mübariz komandasını mərkəzə dəvət edir. Nəzərinizə çatdırım ki 29-cu dəqiqədir və bərabərlik qolu 3-3 olur hesab. Və qapçıya özün ötürmə. Qapçıdan sənə doğru özü irəliləyir və Renato'nun qarşısını alır. Ötürmə Həsən. Həsən özü irəliləyir, üç nəfəri keçir. Sanki fırtına kimi ama out. Və qapıya doğru ötürmə. Yusif pres eləmək istəyir. Qapçı ilə pres edir. Həsən.
Həsən Yusuf istiqamətini ötürmə, amma qapçı oradaydı. Və Rəsul topu gözəl ram edir. Rəsuldan uzun zərbə kimə? Nihada. Nihaddan alta çıxır top və Baris komandası başlayır. Və qapçıya doğru uzun ötürmə. Uzun ötürmə. Rəsuldan uzun ötürmə Həsən istiqamətinə. Həsən topu ram edir. Ötürmə. Yusuf'un zərbəsi. Ve Baris komandası hücuma keçir, Tuncay keçir, Kakoskon imkan vermir ve Tuncay müdafiədə çox gözəl oynayır. Riyada gəlir top, Riyaddan Yusuf'a, Yusuf görəsən əsəblərini cilovlaya bilir və Riyada ötürür. Mən dedim Yusuf zərbə vurar, amma o əsəblərini cilovladı və Tuncay'dan uzun ötürmə, amma müdafiəçilər ona imkan vermir. Alta çıxır top. Həsən. Həsəndən. Ötürmə, müdafiəçilər ona imkan vermir. Əlidən ötürmə kimdir? Nihat. Nihat irələyir. Yusuf'u görür. Nihat özü irələyir. Yusuf'un zərbəsi qapçı yerindədir. Ölünün zərbəsi yenə qapçı yerindədir. Əli gələcək. Və bərabərlik qolu gəlir. 4-cü qol Həsəndən. Mərkəzə dəvət edirlər Yusuf'dan. Ötürmə kimdir? Riyad. Riyaddan Əli. Əlidən Nihat. Nihatdan Tuncay. Tuncay'dan yerindən Riyad. Riyaddan uzun ötürmə. Nihat istiqamətinə, amma Nihatın sürəti topun sürətindən azacıq az olur. Və alta başlayırlar. Baris komandası zərbəsi Tuncay. Zərbənin qarşısını alır, amma çox yandırır. Və Nihat. Nihatdan Riyad. Riyad əlini görəcəkmi? Riyaddan Əliyə. Əli. Əlinin zərbəsi və qoldu mu? Qoldu. Qoldu mu? Qoldu və 5-4 olur hesab. Mərkəzə dəvət edirlər. Ve Baris komandası Mərkəzdən bir doğru və ötürmə. Top alta çıxır. Şimdi Riyad. Riyaddan uzun ötürmə. Uğurdan Əli. Əlidən Nihada. Nihatdan Uğur'a. Uğur'un zərbəsi və 6-cı gol gəlir. Və Uğur çox gözəl qolla komandasının 2 top fərqi ilə önə çıxmasına imkan yaradır və yenidən Uğur pres edir, amma qapıdan zərbə. Baris komandası hücum qurmaq istəyirlər. Sənə dəydi dostum, sənə dəydi. Məhəmməddən kimdir bu? Riyad. Riyaddan Uğur istiqamətinə.
Uğurdan qapıya. Rəsuldan Uğura. Uğurun uzun ötürməsi, amma avuta çıxır. Yenidən başlayır. Uğur, Nihat. Nihat irəliləyir. Nihat qapıya mı zərbə vurur? Əliyə ötürür. Dirək xilas edir mübariz komandasını, amma uzun ötürmə. Kimdir o? Riyad. Mübariz komandası hücum qurur, amma zərbəsi qapıdan yan keçir. Şimdi Məhəmməddən Tamerlan. Tamerlan. Ötürmə Nihat istiqamətinə out kazandırır Nihat. Məhəmmədin zərbəsi qapçı yerindədir. Çox gözəl fikirləşmişdi, amma qapçı topa çata bilir. Məhəmməddən Nihat. 3'e 2 oynayırlar. Uğur. Uğur, amma zərbə qaydan top. Ali ve Nihat pres edir ve out kazandırırlar komandasına. Kimdir? Məhəmməddən Tamerlana. Aliyə türmə, Alidən içəriyə qaldırır, amma türmə edirlər. Ve out kazandırırlar mübariz komandasına ve türmə Tamerlan ve Məhəmməd qarşısını alır ve Rəsul. Şimdi Məhəmməddən uzun ötürmə kimə? Tamerlan. Tamerlandan Nihat ötürmə, amma müdafiəçi çox gözəl oyun nümayiş elətdirir və Tamerlan. Tamerlandan 3 nəfərin arasına yönətdirmək istəyir Əliyə, amma müdafiəçilər ona imkan vermir. Yenidən əlini görür. Əlidən 3'e 1 oynayırlar. Nihat və topu ram etmək istəyir, amma alınmır. Mübariz komandası out'a başlayır. Həsəndən uzun ötürmə içəriyə doğru out'dan qapçıdadır top. Və kimdir? Tamerlan. Tamerlan sürətini yığacaq. Tamerlandan uzun ötürmə müdafiəçilərdən. Əliyə gəlir top. Əlidən və 7-ci gol. Əli 7-ci golu vurur və hesab 7-4 olur. Uzun ötürmə, zərbə və birbaşa gol. Həsənin 5-ci golü. Daha doğrusu mübariz komandasının 5-ci golü və hesab 7-5 olur. Buradan Nihat. Nihatdan Tamerlan. Tamerlandan Rəsul. Rəsuldan Tamerlan 3 nəfərin arasından ötürmə etmək istəyir, amma müdafiəçilər ona imkan vermir və Nihat məğlub olmaq bilmir və Tamerlan out'a çıxır top. Zərbə, amma qapçı toxunmadan oyundan kənara çıxır top. Out başlayırlar. Tamerlandan Məhəmməd. Məhəmməddən Nihat. Nihat özü götürür. Yenidən Məhəmməd. Məhəmməddən kimə? Tamerlandan. Əliyə doğru, Əlidən ortaya Nihat. Nihatdan Uğur.
Uğur baştan kaldırır topu Nihat. Tamerlan ve kapı azacık yukarıda olsaydı top gol ola bilərdi. Və Nihat'a sıkmaq istəyir amma Məhəmməd. Müdafiə olunur Məhəmməd çox gözəl. Amma zərbə və 6-cı gol gəlir. Baris komandası özünün 6-cı golunu vururlar və mərkəzə dəvət olunur Rafım komandası. Rafım komandasından uğurdan Məhəmməd. Məhəmməddən Tamerlan. Məhəmmədə doğru yenidən ötürmə. Yenidən Məhəmməd Tamerlanla oynamaq istəyir amma müdafiəçilər onun qarşısını alır. Nəzərinizə çatdırım ki oyunun 41-ci dəqiqəsidir. Və uzun ötürmə Tamerlandan müdafiəçiyə dəyir. Zərbəsi və bərabərlik qolu gəlir Baris komandasından.